Mən narkomanam, qədərim budur, sağalmaq istəmirəm. O ilə söhbət eləyə özümü yada saldım. Mən də istifadə zamanı elə bir fikirlə formalaşmışdım məndə elə fikir ki, mənim narkoman olmaq mənim qədərimdir. Barışmışdım o ilə. Amma dərin qəlbimdə istəyim vardı da sağalmaq. Allah Taala mərkəz qapısını açdı və mərkəzdə sağala-sağala mən dərk elədim ki, yəni qədər mən seçim Allah mənim əlimə verib seçimi və mənim istəyim olmadan düz seçim eləmədən mən hansısa bir gözəl nəticə gözləyə bilmərəm. Bunu da anlattım ki, rezidentə ki, yəni sən əgər addım atmasan, nəsə özün həyatında dəyişməsən, heç nə yaxşı əldə edə bilməzsən həyatında. Qədər mövzusu biraz dərin mövzudur. Yəni necədir? Bu çox vaxt elə bir ki, rezidentlər onsuz biraz dinə zada meyli, dinlə zada maraqlanır. Baxırsan ki, ya sən dindarsan, sən nətə getdin narkoman oldun. O qədər mən rast gəlmişəm, oturursan nə əlhəmdülillah, nə oradan buradan qədər beləcə, o beləcə danışır. Onun özünün inkar mexanizmidir. O mən düzələn deyirəm, moralizasiya. Mən özüm üçün o qədəri necə yəni eləmişəm. Bax qədər nədir? Qədər bax, sən də doğulmusan. Mən də doğulmuşam da eyni. Məni də ata, ana dünyaya gətirib, sən də gəldin, dünyaya gəldin. Allah sənə də nəfəs verib, mənə də nəfəs verib. Sən də daxil iki gözün, iki əlin, iki ayağın yer kürəsini götürəli. Yəni yaradılış var da, yeri göyü yaradan bir güc var da Allah. Bu yaradılış sənə oksijeni eyni verir. Gecə oldu, hava qaraldı, gündüz. Yəni qədər bu addenli deyil ki, məsələn, Ağa Səlim üçün gün sağdan çıxır, mən üçün soldan çıxır. Yəni nə bilim, mənim 24 saat sutka deyir, sənin üçün ayrılıb 30 saat deyir ki, eyni bir şeydir, hamımız eyni bir yerdə. Bu sənin qədərindir. Amma qədər budur ki, sənin müəyyən bir həyatın var. Məsələn, bax bir dəqiqə mən özüm üçün necə? Mən 40 yaşımda gəlib çıxmışam reabilitasiyaya. Allah məni də yaratmışdı, gedişat vardı. Mən nə edim? Mənim bu günümü, məsələn, bu günümü başqa istiqamətə yönəldirdim. Mən nə edim? Məsələn, mənim seçimim vardı. Ya bax bu dəqiqə hal-hazırda 4 ilə yaxın ayıqlığım var. Mən bu seçimi eləmişəm ki, mən ayıq, gözəl həyat yaşayım. Yalnız bu gün verilib mənə. Mən bu günümü gözəl bir özümə xeyir gətirən bir yerə istifadə edirəm də. Mənim seçimim vardı. Ya gedib bu dəqiqə Bariqa qapısında ulamalıyam, küçük kimi 5 manat əlimdə ulamalıyam ki, mənim 5 manatım var. Bu sənin seçimindir. Bu günü sən seçimin var. Gedib Bariqa qapısında da ulaya bilərsən. Normal gəlib reabilitasiyada, yəni sağalma yolunda olub səmərəli istifadə edə bilərsən də. Mən özüm üçün belə. Yəni bu mənə aid olan bir şeydir. Mən də sənin razıyam. Çoxu razılaşmaz, amma budur qədər. Yəni mən bugünlə yanaşaraq yalnız bugünlə mən hər gün həyatımda seçim eləyirəm ki, yenidən həyat tərzinə, narkomançılığa qayıtmayım. İbadətin namazımı, gündə 5 dəfə namazımı qılıram qardaşım, səhər sübhdən axşama kimi. Zəkatımı verirəm. İnsanlara köməklik edirəm. Onunla da bərabər vaxtında yatmağımdır, durmağımdır. Yəni mən günümü özümə sərf edirəm. Görürsən, özümə sərf edirəm. Mən daha seçimi, yəni gedib şeytana qulluq eləmirəm də, belə deyək.